Verilişin baş sponsoru Altun Saray. Güzel hayatındadır. Xeyir olsun əziz tamaşaçılar. Musiqi ilə həmdəm olaq verilişi efirdədir və bugün çox maraqlı bir veriliş olacaq. Çünki qonağımız səsini, sənətini, mahnılarını çox sevdiyim bəstəkarı, müğənni, çox dəyərli müğənnimiz Ceyhun Qala. Xoş gəlmisiniz. Salam mənim əzizim, xoş gördük. Leyla, Çox sağ ol Ceyhun. sənə bu möhtəşəm layihəndə dostlarınla birlikdə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Və səni səhnələrimizdə görəndə çox sevinirəm. Deyirlər ki, hər zaman o ataların misalı, atalar məsəli, belə bir sözlər var, deyilən sözlər var. Əslində daha gənc olanda biz bu misallara, məsələlərə fikir vermirdik. Amma indi artıq fərqinə varırıq ki, böyüklər doğrudan düz deyiblər ki, istedad belə bir şeydir ki, sən onu nə qədər gizlətsən də, sən onu nə qədər saxlasan da, o hardansa gəlib bir üzə çıxacaq. Və məsələ burasındadır ki, gərək sən istəyəsən nəysə. Mən indi bunu nəyə görə danışıram? Biz əvvəl gündən sən çox zəhmət çəkirdin ki, öz istedadını göstərəsən. Bugün maşallah sən aparıcılıq da edirsən. Musiqi bir yana qalıb, artıq keçirsən. Yəni kimsə sənə deyib ki, bu işi həll eləmirsən, oxumağın səndə hər şey əladır, keç aparıcılığa. Mən başa düşmürəm, aparıcılar oxuyan olur, oxuyanlar aparıcı. Bu nə məsələdir, bu nə? Mən musiqili aparıcıyım da. O incə sənətdə də var, musiqili aktyor. Aktyor, Bu fakültəni də açmaq lazımdır. Musiqili aparıcı. Nə gözəl səslənir daha doğrusu. Bir daha xoş gəlmisən. Sağ ol, mənim. Mən musiqiçilərimizi də salamlamaq istəyərdim. Dostlarımızı bizim dəyərli. Yaqub Cavadovu salamlayıram. Yaqub müəllim, xoş gördük. Yaqub müəllimin rəhbərliyi ilə mən istəyərdim ki, Yaqub müəllim, siz özünüz də bir təqdim edəsiniz musiqiçiləri. Leyla xanım, çox sağ olun. Ceyhun, səni görmək çox xoşdur, qardaş. Əziz qardaşım, musiqiçiləri görmək çox xoşdur. Çox sağ olun ki, gəlmişsiniz. Sağ ol, var olun. İnşallah biz də əlimizdən nə gəlir, bacarığımızı eləyəcəyik. Musiqiçilərimiz Vahid müəllim başda olmaqla. Gözəl sənətkarlar, bəli. Belə deyək ki, bir növ musiqi rəhbərimiz də oldu. Mən bədii rəhbər keçsəm də musiqi rəhbərimiz Vahid müəllimdir. Əlbəttə. Bir komandasınız da siz, bir komandasınız. Neçə illər, 20 ildir artıq bir yerdəyik. Maşallah. Allah var eləsin. İlkin qardaş, çox sağ ol gəldin. Allah razı olsun səndən. Vüqar. Vüqar da mənim köhnə dostum da. Bəli, Vüqar müəllim da... Vüqar müəllim neçə illərin Vüqar müəllimidir də. Da böyük sənətkarlarla. Əsli peşəkar musiqiçidir. Bəli. Səttar qardaşımızla da uzun müddətdə bir yerdə çalışırıq. Səttar da, maşallah. Sağ olsun, hamısı gəliblər. Allah razı olsun. Leyla, çox sağ ol. Sənə də bu verilişinə uğurlu, xeyirli olsun. Hamı izləyir, hamı belə deyək, çox məmnuniyyətlə baxırlar. Bütün dünyadan izləyirlər. Bütün dünya izləyir. Leyla'ya görə baxırlar da yəqin. Qonaqlar yaxşı olanda, sizin kimi qonaqlar olanda daha effekt olur. Xoş gəldin Ceyhun. Sağ ol. Sənin istedadına, sənin bəstəkarlığına, sənin sənətinə də hamımız heyranıq, hörmət edirik. Biz sizdən öyrənir. Yaqub müəllim, biz böyüklərdən baxıb öyrənir. Musiqi, sənət, istedad, bir yana insanın birinci təlim tərbiyəsi olmalıdır. Biz həmişə Yaqub müəllimə baxmışıq, fikir vermişik. O necə özünü gözəl aparır. Çox belə əsl Azərbaycanlı kişisi, əsl Azərbaycanlı centilmeni, tədbirlərdə də görür, necə xanımlara hörmət eləyir, musiqiçilərlə mehriban danışır. Əslində mən zarafata salıb deyərdim, əslində musiqiçi belə olmalı deyil, biraz tüçükən. Sağ ol əzizim. Təşəkkür edirik Yaqub müəllim. Allah sizi var eləsin. Ver mikrofonu. Mikrofonunuzu verin. Və səs rejissoruna da mən təşəkkür etmək istəyirdim. Var olasınız. Təbii ki, istər musiqiçi, istər aparat. Bəli. Səs avadanlığı və bugün musiqiçilər
hər bir ifaçı üçün böyük dəstək, qol qanaddır. Bəli. Qol qanaddır, amma buna arxayın olmaq olmaz. Məncə. Yəni nə qədər yaxşı oxuyan olsan da, nə qədər peşəkar olsan da işinə diqqət göstərməlisən. Bəli, əlbəttə. Mən bilirəm sən elə insansan. Çalışırıq. Çalışırıq. Bəs sizdə nə yeniliklər var belə? Mən Leyla, deməli yaradıcı insan olduğuma görə Bəli, çalışıram ki, son vaxtlar daha sürətli eləmişəm. Hər ayda olmasa bir ay yarımında, bir ay 15 gün və 45 günün tamamında yeni bir mahnı ərsəyə gətirirəm. Və bilirəm ki, bu çox yəni ki, zəhmət tələb edir. Əlbəttə ki. Yəni bunun aranjmanı, bunun yəni səsləndirilməsi, bunun bütün prosesi, səs yazması. Az öncə biz danışırdıq. Mən artıq elə bir sənətimdə elə bir yerdəyəm ki, mən bütün işlərimə peşəkar yanaşıram. Düzdür. Elə məqamlar var ki, mən orada gəlirəm, görürəm ki, musiqiçilər yaxşı musiqiçilərdir, səs avadanlığı yaxşıdır. Amma komanda kimi bərabərlik yoxdur. Yoxdur, bəli. Orada biraz çətinliklərim olur. Biraz işləyirəm, çalışıram, düzəldim. Həm aranjmanda, həm də musiqili tədbirlərdə. Evdə də bəzən böyüklərimiz, hansılar ki, musiqidən anlayışı olmayanlar, mənə deyirlər ki, atam bir gün mənə dedi ki, ay bala, səndən çox mahnı aranjman eləyən yoxdur. Anam deyir ki, bəsdir, pul xərcləyirsən bu qədər. Atam da deyir ki, səndən çox mahnı eləyən yoxdur. Mən onlara tamaşaçı kimi də baxıram, bir valideyn qayğısı kimi də. Yəni ki, mən onlara izah edirəm ki, bunu mən etməsəm, sanki mən nəfəs almıram. Yəni ki, mən əgər yeni mahnı eləməsəm, yeni bir iş görməsəm, elə bilirəm ki, nəfəs ala bilmirəm. Ona görə də elə bir ki, yeni bir mahnım olanda, aranjmançıda, məsələn, ən yorğun anımda da gözümün önünə gəlir ki, aranjmanda bir mahnım var, zəng eləyirəm, məsələn, dostuma, deyirəm, gəlmək istəyirəm sənin yanına, gedirəm, stresimi atıram. Mən elə dincəlirəm, elə yəni ki, stres atıram. Yəni, yeni mahnılar məndə hər zaman var. Bu yaxınlarda da, bəli, izin qaldı, adlı bir yeni mahnı ifa etdim. Sözləri Ziyad İsmailova. Amma tam hazır deyildi deyəsən siz onu paylaşmışsınız. Onu mən elə bil ki, onu mən paylaşanda ki, artıq bitdi, artıq məsələn də bir neçə günə tezliklə təqdim edəcək. Yəqin o zaman görmüşsünüz siz, amma bir aydan çoxdur biz YouTube-a onu təqdim etmişik. Mən elə bilirəm ki, hələ təqdim eləmişsiniz. Mən YouTube, TikTokda görmüşdüm. Bir də Leyla, mən bir söz deyim ki, yəni ki, özün bilirsən ki, Azərbaycanda verilişlərin bir neçə saat, yəni ki, verilişlərin ömrü var. Yəni ki, necə? Bir neçə saat. Verilişə gəlsin, 2 saata veriliş tutarır və sən o verilişdə 2 dənə mahnı oxuyursan. Mən hər verilişə çıxmıram. Dostlarımın verilişlərinə gedirəm və orada gedəndə məsələn deyirlər, digər bir sənət dostum var, Leyla gəlib, 2 dənə mahnı oxuyacaq, 2 dənə sən. Yeni mahnıları biz çox təqdim eləyə bilirik. Təqdim etmək olur, bəli. TikTokda da, sosial şəbəkələrdə də nə qədər fəal da olsan, yenə də eşitməyənlər olur. Efirdə düzdür, onu təqdim edir. Efirə çıxırsan, deyirsən ki, məsələn, deyək ki, mən Leyla xanımın verilişindəyim. Mən baxmamışam ki, o verilişə. Səndən soruşanlar deyir bu sözü. Verilişlərə niyə çıxmırsan? O sözü səndən soruşur. Düzdür. O zaman elə ifa alaq da. İfa al, yenidən ifa. Mən düşünürəm ki, bugün mənim repertuarımda əgər xit mahnıları yıxsa bir yerə, bir araya, verilişin vaxtı qalmaz. Amma indi ən sevilən mahnılarımı sıralasam, deyək ki, sosial mahnıları sırasında 3 dənə mahnım var, sosial mahnı, öz mahnılarım. Sənə görə birincidir, ikinci qızımdır, baxış sayına görə. Və üçüncü isə bal dadırdır. Və sonra sıralama gəlir, Günay İbrahimlə Bəlalı və sair duetlər, sonra gəlir, məsələn, deyək ki, mənim ritmik mahnılarım,
Amma sosial şəbəkədə izləmə kütləsinə görə sıralamanı biz bilirik. Çünki YouTube sosial şəbəkəsində mən işbirliyi olan bir şirk Media Corp-da işləyirəm. Məndə YouTube studiya var. Mən oradan izləyirəm ki, hansı mahnımı dünyada və Azərbaycanda ən çox dinləyirlər. Ən çox dinlənilən mahnılar sırasında sıralama eləyəndə Sənə görə, Qızın və Baldadır. Və mən yəni bu sir deyil ki, slow mahnıları daha yaxşı çatdıra bilirəm insanlara. Yəni mənim janr etibarilə bu məndə yaxşı alınır. Ömür boyu gözümdə kam, qəlbimdə arzu kam. Bu həsrəti daşıyıram, sənsiz yaşayıram. Mən bir təhər yaşayıram, sensiz yaşayıram. Təkcə səndən nigaranam, səndən nigaranam. Ömür ötür keçir, aramaram, heç bilmirsən bəlkə. Yoxam varam, yalnız səni soruşaram səndən nigarana. Ömür ötür keçir, aramaram, heç bilmirsən bəlkə. Yoxam varam, yalnız səni soruşaram səndən nigaranam. Səndən nigaranam. Düşer ya da herden düşer ya da O günler bir nağılsa da, şirin nağılsa da. bütün dünya dağılsa da, dünya dağılsa da. Təkcə səndən nigarana, səndən nigarana. Ömür ötür keçir, aramaram, heç bilmirsən bəlkə. Yoxam varam, yalnız səni soruşaram səndən nigaranam. Ömür ötür keçir, aramaram, heç bilmirsən bəlkə. Yoxam varam, yalnız səni soruşaram səndən nigarana. Səndən nigarana. Hiç bilmirsən bəlkə, yoxam varam,
səni soruşaram səndən nigaran. Ömür ötür keçir, aram aram, heç bilmirsən bəlkə, yoxam varam. Yalnız səni soruşaram səndən nigaran. Səndən nigaran. Səndən nigaranam, Səndən nigaran. Biz söhbətlərimizə də, musiqilərimizə də davam eləyəcəyik. Mən istərdim verilişimizin baş sponsorundan danışım. Verilişimizin baş sponsoru Altun Saraydır. Bakının ən gözəl məkanlarından biri olan Altun Saray təkcə şou proqramları ilə deyil, həm də zəngin mətbəxi ilə seçilir. Burada ən ləzzətli yeməklərdən dadacaq, karaoke otaqlarımızda dostlarınızla əylənəcək və ad günləri kimi xüsusi günlərinizi təntənə ilə qeyd edə biləcəksiniz. Hər axşam səhnəmizdə tanınmış sənətçilərin ifaları və açıq havada möhtəşəm şoular gecənizi daha da rəngləndirəcək Altun Saray əsl bayram məkanı. Və bizim təşəkkürlərimiz var. Milay Travel bütün dünya üzrə xidmətlər, aviabilet, otel, transfer, rent-a-car, tur paketlər, sanatoriyalar, viza dəstəyi, İngiltərədə yay və qış məktəblərinin təşkili, istənilən ölkədə biznes görüşlərinin və korporativ tədbirlərin təşkili, ölkə daxili turlar və nömrələri istərdim qeyd edəm. 010 215 1666, 010 213 1666, 010 214 1666 və hal-hazırda reklamlardır. Reklamlardan sonra isə yenə ifalarımızla, maraqlı söhbətlərimizlə davam edəcəyik. Verilişin baş sponsoru Altun Saray. Gözəl həyatındadır. Musiqi ilə həmdəm olaq. Əziz tamaşaçılar, musiqili duyumlu insanla, musiqini hiss edən insanla ifa etmək nə gözəl xoşbəxtçilikdir. Çox böyük xoşbəxtçilikdir. Mən heç vaxt şikayət etməyi sevmirəm və şikayət də etmirəm. Çünki bilirəm ki, özüm şikayət edən insanlardan qaçıram. Fərqi yoxdur, o mənim doğma əzizim də olsa, o mənim yaxınım da olsa. Amma tövsiyə edirəm ki, yaxşı musiqiçilərin qədri bilinsin. Bəli. Dəyər verilsin. Seçilsinlər, yaxşı sənətkarlarımız seçilsinlər. Çünki indi elə bir zamana gəlmişik ki, bəli, zamanın tələbləri var. Şou göstərənlər daha öndədir. Yəni, ifaçılıq, musiqiçinin peşəkarlığı artıq arxa planda qalır. Önəm daşıyır. Amma çox şükürlər olsun ki, bizim xalqımız musiqi duyumlu xalqdır. Və xoşbəxtçilikdən yaxşıdır ki, SSR-nin vaxtından Sovetlər hələ dağılmadan öncə, yəni hər bir evdə bir piano vardı. Bəli. Yəni elə bir ki, bu bir adət idi. Elə bir qapı yox idi ki, o qapını açasan, girəsən evə, orada bir piano olmasın. Və musiqi olan evdə də hər zaman məsuliyyət var, hər zaman estetika var, hər zaman zövq var. Mehribançılıq var. Yəni siz təsəvvür edin ki, bir ailədə nə isə qeyd olunur, evdə də bir piano var. Oxuya bilməyəndə elə o qoşulur o pianonun arxasında. Bizim kinolarımızda da var. Deməli, Leyla, mən doğrudan həqiqətən də bu tədbirdə gördüm masalardan hamı deyir ki, Leyla ağlanı oxu, ağlanı oxu. Mən də dedim, indi Leyla da orada elə bir ki, mahnını bilmirəm, ya özü ilə iPad-də yox idi, nəsə belə. Yox idi. Dedi ki, onda uşaqlar bir dənə ifa eləyək. Oradan dedilər, hardan, tələsik oldu. Elə İlhamə xanımın oxuduğu o kökdən, notdan gələndə mən hiss edirəm, axı indi o zilə gəlir də, ora gəlir əsas yeri. Ağla ayrılığın İlhamə xanımı. Yəni ki, iki dənə mahnını İlhamə xanıma Allah rəhmət eləsin. Bir dostumuz Zamiq Hüseynov kamanı, bir də sən də o Faiq Cüzədinov ağla da xanım İsmail qızını. Söz və musiqi. O bəli, Allah canını sağ eləsin xanım İsmail qızını Faiq Cüzədinov.
Çox seviyorum. bizim dəyərli sənətkarlarımızın Bəli, bəli. və mən çox istəyərdim ki, mən indi ağlanı eşidim səndən, amma indi oxusan, yəni o sənin öz şəxsi işindir. Mən səni də dinləmək istəyirəm də. İndi dostlar, xanım aparıcılıq eləyir, amma bu ən gözəl oxuyanlarımızdan. Mən səni geç tapdım, tezdə itirdim. Kaş ki biz səninlə heç görüşməzdik. Ömrümə bir sevgi payı gətirdim. Sevmək azab imiş, bunu bilməzdik. Ömrümə bir sevgi payı gətirdi. Sevmək əzab imiş, bunu bilməzdim. Hər günün qaranlıq gecəsi də var. Ömür dediyimiz bu imiş demə. Bir gün görüşənlər, bir gün ayrılar. Ay ürək səndə döz mənim dərdimə. Bir gün görüşənlər, bir gün ayrılar. Ay ürək, sən də döz mənim yerimə. Ağla ayrılığı, gözünə ağla. Ağla məhəbbəti, üzünə ağla. Ağla qəlbimdəki, üzümə ağla. Mən səni sevirəm, mən səni sevirəm. Mən səni sevirəm, sözünə ağla. Mən səni sevirəm, mən səni sevirəm ay Leyla, nə qəşəng oxuyursan. Mən səni sevirəm, sənə təşəkkür edirəm. Sözümə ağla. Təşəkkür. Verilişimizin baş sponsoru Altun Saraydır. Bakının ən gözəl məkanlarından biri olan Altun Saray təkcə şou proqramları ilə deyil, həm də zəngin mətbəxi ilə seçilir. Burada ən ləzzətli yeməklərdən dadacaq, karaoke otaqlarımızda dostlarınızla əylənəcək və ad günləri kimi xüsusi günlərinizi təntənə ilə qeyd edə biləcəksiniz. Hər axşam səhnəmizdə tanınmış sənətçilərin ifaları və açıq havada möhtəşəm şoular gecənizi daha da rəngləndirəcək. Altun Saray əsl bayram məkanı. Müəyyən səbəblərdən səsimə Yox, hər şey əladır, hər şey gözəldir. İnşallah. Sənin yəni ki, janrında elə mahnılar var ki, o həm xalqın ürəyinə toxunan, həm musiqiçilərin o sevdiyi mahnılar yaxşı oxudun. Təşəkkür ederim. Bu da yəni ki, bizim üçün bir xoş təəssürat Çox bağışladı. sağ olun, təşəkkür edirəm. Mən də indi Dəyər bu verirsiniz. gözəl mahnıdan sonra, Aha. bundan sonra indi ritmik oxuyardım. Gözəl. Yəni də ritmik oxuyardım. Oxuyar. Belə biz elə notlara toxunduq ki, dostlar, həzin notlara. O vaxtı bir mahnı oxudum. Qala qrupuna ilk dəfə gəlmişəm. Ədalət Şükurovun studiyası vardı. Yadıma gəlir Abbas Bağırovla birlikdə Nərimanovda bir studiya açmışlar. Onda studiyalar hələ hər adamda belə peşəkar studiya. İkisi də texnikanı sevirlər. Abbas Bağırovda, Ədalət Şükurovda. Hə, texnikaları sevirlər. Fərqi yoxdur. Musiqili avadanlıq olsun, digər avadanlıqlar olsun. Birləşiblər, gözəl bir studiya. Bütün bizim xalq artistlərimiz, sənətkarlarımız gəlir, gedir ora. Mən də Qala qrupuna yeni gəlmişəm. Mənə dedilər ki, bir mahnı var, bir möcüzə mahnısı. Bəs o mahnını oxumaq lazımdır və yaxşı oxusan, səni qrupa, yəni qrupun solisti kimi qrupa. Mən də Leyla işləyirəm, çalışıram, fəaliyyət göstərirəm. Şəhər içi restoranlarda işləyirəm. Pulda qazanıram. Mənim üçün cavanam. Elə bir ki 22-23 yaşım var. Mənə heç ehtiyac deyil ki, hardasa oxuyum, gedim hansısa qrupun tərkibinə, nə bilim, hər hansı bir efirdə çıxım oxuyum. Mənim üçün heç fərqi yoxdur. Özü də maşallah hara gedirəm, orada türk, bütün janrlarda oxuyuram, Rus, Azərbaycan. İşim gücüm elədir ki, heç vaxtım yoxdur.
Gəldim, girdim studiyaya, oxudum bir möcüzə mahnısını. İndi bunlar məndən əl çəkmirlər. Bəs gəl qrupun sahibisi ol, qrupda ol. İndi mən o qrupu təşkil edən insanları tanımıram. Mən Şükurovu tanıyıram, Ədalət Şükurovu, Ədalət əziz qardaşımı salamlayıram buradan. Salamlayırıq. Amma onunla da çox yaxın deyiləm, onun studiyasına gəlməyim. Ədalət diqqətçili insandır. Həm də ki, mehribandır, istiqanlıdır. O məsələn, baxmır ki, sən çox populyarsan və yaxud sənin statusun yoxdur. O insanlarla yaxşı rəftar elədiyinə görə mən ona görə gəlib gedirdim o studiyaya. Gəldim, oxudum mahnını və başladım qrup fəaliyyətində davam etməyə və o mahnını solo karyeramda da mənim yəni ki, sevdiyim və ifa etdiyim repertuarımda ən yaxşı mahnılardan biri hesab edirəm. Sözləri bizim Azərbaycan Teleradio şirkətinin musiqili rəhbəri Anar Məmmədova, şair Anar qardaşıma, əziz qardaş, salamlayıram Anarı. Sözləri Anarın çox mahnılarını mən sözlərini oxumuşam. Mənə göndərmişdi. Sözlər çox, söz verirəm mahnısı Günay İbrahim ilə duet oxumuşam. Sonra Ədalət Şükürov desən Qaranquş mahnısını oxuyub sözlər. Yəni çox qəşəng sözlər var. Anar qardaşım çox təvəzzükar insandır, çox sadə, mehriban. Özü Bakı Dövlət Universitetində müəllimdir, fəaliyyət göstərir. Bu, bilirsiniz, bu mahnı da gözəl, sevilən mahnılardan biri oldu. İndi istəyirəm bir möcüzə mahnısını oxuyum. Dinləyək. Bir sual vermək istəyirdim. Aycan, buyur. Estrada sənətində ümumiyyətlə ən son vaxtlar hansı janra görə minnətdaram demisiniz? Özümə yoxsa başqa sənət... Ümumi deyirəm, yəni. Sənətçilər... Hansı janra, yəni bu janra görə... Doğrusunu deyim sizə ki, indi bilirsiniz də, indi gündəm üçün ifa olunur mahnıların çoxu və gündəm üçün ifa olunan mahnılar çox, yəni tarixdə qalmır. Əlbəttə. Tarixdə qalmadığı üçün mən, yəni ki, o tarixdə qalmayan mahnıların, xatirəsi olmayan mahnıların heç birinə minnətdarlıq bildirmirəm. Yəni, təşəkkür etmirəm. Gözəl, qəşəng. Mahnıların xatirəsi olmalıdır, mahnıların insanların qəlbində bir əhvalatı olmalıdır. Ona görə də, bax, belə. Bəs elə bir mahnı olub ki, siz özünüz üçün yazmışsınız, amma heç vaxt, yəni, heç kimlə bölüşməmişsiniz, heç bir yerdə ifa etmişsiniz, sadəcə yalnız özünüz üçün. Var, belə mahnılarım çoxdur. Çoxdur belə mahnılarım. Hətta mən elə olub ki, mən sənət dostlarımın sırasında çox populyar və populyar olmayan ifaçılardan bəlli miqdarda qonorar almışam və onun da oxumağı, ifası öz xoşuna gəlməyib, onun ifası öz xoşuna gəlməyib, eyni zamanda mənim də xoşuma gəlməyib. O mahnını biz yəni tamaşaçılara təqdim etməmişik, qalıb o belə. Mənim də repertuarımda belə mahnılar çox. Bəs Ceyhun Qala üçün səhnədə qadağan olunmuş bir mahnı varmı? Yəni o qədər çox istənib, amma bilirsiniz, musiqi çox ciddi bir məqamdır insanların həyatında və kainatda çox ciddi bir məqamdır ki, musiqini ifa etmək, musiqini təqdim etmək, yəni mümkün deyil ki, nəinki səhnədə hər hansı bir, deyək ki, bir musiqidən ayrı olan bir məkanda bir musiqi ifa edəsən, səndən, məsələn, deyək ki, insanların xoşu gəlməsin və yaxud desinlər, oxuma, belə mümkün deyil də. Amma musiqinin qadağası məncə, yenə də təkrar deyirəm, sözləri, musiqisi yaxşı olmayan musiqilərin heç birini məncə səhnədə oxumaq olmaz. Əgər gözəl sözlər varsa, əgər musiqisi gözəldirsə, niyə də onu, var belə musiqilərimiz, sözləri də gözəldir, musiqisi də gözəldir. Amma onu ifa edən ifaçı yaxşı ifa etməyib, aranjman yaxşı olmayıb və başqa sıralara gedib düşüb. O deyirlər, deyir, adamın gərək adam olsun. Musiqidə də gərək, yəni ki,
sən onu təqdim eləyəsən Leyla. Yəni bizim işimizin ən önəmli tərəflərindən biri odur ki, ifa etdiyimiz mahnını gözəl təqdim edir. Bəli, təqdimat Çox ümumiyyətlə önəmlidir. çox önəmlidir. Yəni sən mənim dostlarına Ceyhunu elə qalasız Ceyhunu təqdim etsən, mən gəlməmişdən öncə desən ki, yaxşı insan deyil və yaxud da ki, desən ki, çox gözəl insan gələcək indi bizim süfrəmizə, mən necə qarşılanacağam? Musiqi də elədir. Musiqini tamaşaçıya elə təqdim etməlisən ki, yəni sənin yəni albomunda, portfoliyində ən yaxşı mahnı kimi təqdim etməlisən ki, tamaşaçı desin, görək bu nə mahnıdır? Oxuyacaqlar indi, məsələn. Bəs Ceyhun Qala səhnədən kənarda hansı musiqini dinləyir? Səhnədən kənarda mənim yenə də slov mahnıları çox dinləyirəm, ürəyə toxunan və düzünü deyim sizə, musiqiçilərin bəstələrinə daha çox qulaq asıram. Bilirəm ki, o musiqiçidir, həm də ifaçıdır. Onlara daha çox qulaq asıram. Məsələn, mənim deyək ki, qardaş Türkiyədə çox ifaçılardan xoşum gəlir. Məsələn, çox ifaçılardan xoşum gəlir də. Məsələn, 2-3 bəstəkar var, həm eyni zamanda onların musiqilərini dinləyirəm və bəstələrini dinləyirəm. Sərdar Ortac, Yıldız Tilbə və müasir, yəni son dönəmlərdə Ersay Ünər var. Onun Ersayın həm özü musiqiçidir, həm də bəstəkardır. Yəni demək olar ki, Türkiyənin pop ifaçılarının ən xit mahnılarını o bəs. İndi mən onun yaradıcılıq gecəsi deyil, mən ondan danışmayacağam. Amma get qulaq as, yaz bax, sən görəcəksən ki, Türkiyədə popda ən xit mahnıları o yazıb. O yazıb, hə. Nəyə görə onlar xit olub? Çünki ruh var musiqidə, hissiyat var musiqidə. Musiqiçilərimizin hamısı hissiyatlı deyil ki, hamısı hiss eləmirlər. Görürsən ki, nəsə ifa eləyirlər, ruh yoxdur orada. Ona görə də tamaşaçı ilə siqnal yəni ki, tutuşmur. O zaman bir ifa alaq yenə sizdən. Leyla, mən səni görəndə canlı oxumaq istəyirəm. Cəmaət mənə nə qədər qonorar təklif edir, gəl canlı oxu. Amma səsimiz işləyən vaxtı məni gördü. Mən bir söz deyim, ümumiyyətlə tövsiyə edirəm ki, ümumiyyətlə, bilirəm sənin vaxtın yoxdur. Və o səsim işləmir. İlk dəfədir mən öyle işlədim. Yəni ki, onu işlətməyəsən. Çünki nəyə görə? Sən elə cavan və gənc sənətkarsan ki, sənin səsin işləməyəndə də gözəldir. Yəni ki, sənin hər tərəfini tamaşaçı görməlidir. İndi biz yay mövsümünün sonlarıdır və biz hər gün işləyik. Canlı oxuyuruq, biz fonoqram oxumuruq, yatmırıq. O musiqinin səsi bizim kafamızdan çıxmır səhərlərə qədər. Biz Bayat Şiraz oxuduq 2 dənə səninlə birlikdə. İndi bəlkə şur oxuyaq. Necə məsləhət? Hörməzlər gülü sulu dərməzlər sarı gəlir saçın ucun örməzlər gülü sulu dərməzlər sarı gəlir. Bu sevdana sevdadır, səni mənə verməzlər. Neyniməm man, neyniməm man, sarı gəlir. Bu sevdana sevdadır,
səni mənə verməzlər. Neyniməm man aman, neyniməm man aman, sarı gəlir. Derenin uzunu çoban kaytar kuzunu, kuzunu. Bu derenin uzunu çoban kaytar kuzunu, kuzunu. Ne ona bir gün göreydim nazlı yarımın özünü. Neydim aman aman, neydim aman aman, sar gelir. Ne ola bir gün göreydim nazlı yarımın özünü. Neydim aman aman, neydim aman aman, sar gelir. Neydim aman aman, sar gelir. Neydim aman aman, sar gelir. Azizin emeği bizim Hemşeye bizim kalmaya. Dikmedim özüm kalan, özüm kalan. Diktim ki izim kalan, izim kalan. Ay Leyla, özüm yok izim, mahnılarım kalayım. Ah, ne ola bir gün göreydim nazlı yarımın özünü. Neydim aman aman, neydim aman aman, sar gelir. Ne ola bir gün göreydim nazlı yarımın özünü. Neydim aman aman, neydim aman aman, sar gelir. Neydim aman aman, sar gelir. Neydim aman aman, Sar gelir. Görsən belə. Yəni ki, mən baxsam ki, səsim işləyir, səsim işləmir, onu gözləsəm. Mən oxumaq istəyirəm axı. Yəni bilirsiniz, deyirəm ki, bəzən dostlarıma deyirəm ki, o efirdə musiqiçilərimizə təşəkkür edirəm. Çox sağ olun mənim yanıma. Deyirəm ki, efirdə olanda, tədbirdə olanda siz oxuyun. Yəni ki, məsləhət vermirəm, ağıl vermirəm, tövsiyə edirəm. Yəni ki, səsdir də bu, yəni bu Allah tərəfindən verilən bir nə bilim, insan üçün bir sənətdir, paydır, mükafatdır. Yəni bu, məsələn, deyək ki, başqa bir sahə olsa, başqa bir, məsələn, deyək ki, sənət olsa, deyək ki, əlimizlə işləsək, Allah şükürlər olsun bizə əl verib, buna da ilham lazım. Deyək ki, bir saçı bir bərbər ya bir stilist saçı bir düzəldəndə ona da bir ilham lazımdır. Amma o deyə bilməz ki, əllərimə soyuq olub.
Amma səs belədir ki, ona soyuq da ola bilər, sən stres də keçirdə bilərsən, əsəb də keçirə bilərsən, ona təsir edir. Amma sən onu, yəni ki, hər dəfə gözləsən ki, aylarla bu sağalsın, görərsən vaxt da gedib, ömür də gedib, gün də gedib. O da düzdür, əlbəttə ki. Mən təşəkkür edirəm. Çox sağ ol mənim əzizim. Hər şey üçün, gəldiyiniz üçün, vaxtınızı ayırıb bizim bu verilişə gəlməyiniz, ifalarınız, canlı ifalarınız üçün minnətdaram. Allah sizi var eləsin. Təşəkkürlər. Nə yaxşı ki varsınız. Leyla, çox sağ ol mənim əzizim. Konsertiniz olub da yəqin. Leyla, mən düzünü sənə deyim, bu kiçik konsertləri böyük konsertlərin yerinə qoymaq istəmirəm. Yəni ki, belə böyüklük çıxmasın. Mən demək istəmirəm ki, mənim konsertdə eləmişəm, utanıram onu deməyə. Yox, bildim. Çünki mən böyük konsertlər, düşünürsünüz də. masştablı konsertlər hər zaman düşünürəm. Amma Yenə də təkrar deyirəm, bax, səmimi etiraf eləmək istəyirəm. Mən o konsertləri, yəni hər il istəmişəm edim, amma öz zəhmətimlə o qazanıram və o maddiyyatı o qədər küllü miqdarda xərcləmək istəmirəm. Nəyə görə? Çünki yəni konsertin o olacağı məkanın da heç olmasa bir 30-40% bir avadanlıq heç olmasa bir monitor sənə dəstək olmalıdır. O da yox olduğu üçün hər şeyi mən özüm edib də enerjimi ora istəmirəm sərf edim. Hər bir xasiyyəti var. Mən də beləyəm. Bunu bəhanə etmirəm. Amma ki o tilsimi də qıracağam. Amma inşallah ki, İnşallah gözləyirik və bizim çıxışlarımız Leyla, sənin, mənim və bizim kimi dostlarımızın çıxışları, hər çıxışımız konsertdir. Hər çıxışımız bizim, yəni hər ifamız bizim tamaşaçılarımız və dinləyicilərimiz üçün arzu olunan bir andır. Yəni ki, tamaşaçılar, dinləyicilər, sənin YouTube layihəni də çox bəyənirəm və çox böyük məmnuniyyətlə mən səninlə birlikdə o layihədə yaxşı bir mahnı ilə, repertuarla çıxış edərik. Tamaşaçıları, yəni ki, mən görürəm ki, xalq tərəfindən bu çox yaxşı qarşılanır və inanın səmimiyyətimə, mən dostlarıma deyirəm ki, mən eyni zamanda musiqili prodüseram özümün və kənardan hər şeyi gözəl görürəm. Mən gözləyirdim ki, belə bir bizdə layihə proyekt olacaqmı? Və bunu sən etdin. Tamaşaçıların da çox yaxşı, xoşu gəlir. O tamaşaçılar bilmirsən orada nə qədər əziyyət çəksin, zəhmətsiz iş olmaz. Mən minnətdaram sənə, səninlə birlikdə komandana. Başda Yavuz müəllim olmaq, bütün musiqiçilər, səs rejissoruna, bizim kanalın, ATV kanalının bütün komandası var olun, tamaşaçılarla bizim aramızda körpü yaradırsınız. Təşəkkür edirəm sizə. Və sonda bəli, sonda sizin ifadanız vaxt var oxumağa, yoxsa? Əlbəttə ki. O zaman sənə görəni oxuyum. Nə gözəl. Bizim ən repertuarımızda ən çox sevilən bəli. Sağollaşırıq əziz tamaşaçılar. Sağ olun, əziz tamaşaçılar. Musiqiçilərimizə də təşəkkür edirəm. İnşallah gələn həftə yenə birlikdə olacağıq. Sağ olun. Gözəl həyatımdadır.